Qanad Hamısı quyruğu var. bunlardır. Qanad quyruğu var. Ha, qanad quyruqdadır. Balladır qanad quyruqdadır. Hamısı Gel, balladır. hadi, gel böyle. Allah berk olsun. Gəl zəhmət olmasa. Allah'ın selamı olsun herkese. İnşallah kapımıza şartlar gelir. Müayyinim inşallah iştirakçılarımızdan biri Ağa kardeşimizin kapısında yok. Çekilişe gelmişik, yayla bağlı, bir şeyler öğrenmeye gelmişik. Bırak inşallah yarışa nice geçsin, nice hazırlar, başka nice değerler fikirlerini öğrenmeye gelmişik. Allah mallarının çoğu bereket versin. İnşallah bu hayvanlarla bağlı her hansı bir çetinlik, her hansı bir sıkıntı, her hansı bir yani neyse çatışmayan zaten her hansı bir neyse varsa yani buyup kardeşimi kimi bildirebilirsen. Maşallah olsun hayvanlarla bağlı iyi bir 7-8'i bu şeyler uçurmuşu maşallah yerlerinde otururlar. Yani özümüz sinir, baletçidir, koçsundur. Şunlara inşallah uğurlar arzulayacağım kardeşim. Yani ki Allah'ın kömeliyle inşallah yaxşı olar. Yarışda yenə deyirəm. Olan hər kəsə uğurlar arzulayıram. Allah hər kəsin malla mülkünə bərəkət versin. Əsas odur, necə deyənlər, addım atıb, yəni yarışa qoşulmuşsansa, uyğaya sahibsənsə, maşallah olsun ki, heyvanlarda uçar. Allah izindən əsas addımdır. Hamıda heyvan var. Yəni əsas yarışa qatılıb heyvanın gücün özümüzə yox, Azərbaycana göstərmək, təqdim eləmək lazımdır ki, yəni bunun əziyyətini çəkmirik. Sən yəni var, şuradan var. Ağa buyur, bir şeyler bilək, sən də öz nə sözlər? İnşallah olur. Yaxşı kimsələr verər. Allah'ın Bismillah'ın birinci səfərdir, yəni necə deyirlər, ilk yarışındır inşallah, Allah'ın izindən. Hamıya uğurlar da. Hiç vəziyyət yerdə qalmaz. Saxlayırıq və hərəsinə görə İnşallah, inşallah. Qənət quyruq elədiklərindən, saat gördüklərindən var ağa. Bana bu 30 dənəsi qənət quyruqdan. 30 dənə var, maşallah olsun. Bir şuna sonra belə nə fikir bildirənlər sən? Bu gediş haqqında belə deyəm ki, kuşlar gündəlik sənsin məsələ, bu güvəsinən də sənsən. Rejimlə bütün Yo, aydın məsələ deyil, bu yəni rejim seçək. Hər seçək, qırçır, rejimə Allah əziyyətimizə bərəkət versin. Cəmi bütün yarışda olan hər kəsə Allah'tan uğurlar arzulayıram. Allah hər kəsin əziyyətinə mamlar inşallah bərəkət versin. Hünər meydanında inşallah kimlər öz güvərçinlərin gücünü göstərmək istəyirsə, yəni var, hamıda var. Heç kimdə pis quş yoxdur, hamıda var. Yəni bu şəraiti yaratmaqda məqsədimiz odur ki, yəni özün öz heyvanın gücün yox, digər Azərbaycan da bu görsün ki, sən bu heyvanı yetişdirirsən. Bu şəraitlə yaratmışıq, təbii ki, sizlərin sayəsində Allah canlarınızı sağ eləsin. Yəni kimlər qoşulmaq istəyir bu Aran çempionat yarışına, yəni buyurub, yəni əlaqə saxlaya bilər. Şərtlərimiz var, bilməyənlər hansı şərtlərdir, 6 heyvandır, yəni biri foradır, 5 dənəsi 3 saatın üstü ilə gəlməlidir. Heyvanlar maksimum 2 saat, 3 saat ərzində özlərini göstərməlidirlər. Yəni şərtlərimiz çox asan və gözəldir. Əsas odur ki, yəni necə deyirlər, uçurduq, tamaşa edib balet eləmək lazımdır, göstərmək lazımdır. Allah yenə deyirəm, bu yarışda olan hər kəsə
Allah Teala can sağlık versin. Çətindir vallahi. Yəni dənlə, suyla heyvan yetişmir. Vallahi billahi. Bu indi bilənlər bilir də, ağsaqqallarımız, ağbirçəklərimiz. Allah ömür versin, can sağlığı versin. Yəni belə. Yəni əziyyətsiz heç nə yoxdur. Ona görə də hər zaman deyirəm, Allah hər kəsin əziyyətini inşallah mükafatını, bəhrəsini versin inşallah. Öpürəm, var olun. Yarışda olan yenə deyirəm hər kəsə uğurlar arzulayıram. Can sağlığı. Ağamın valideynin də təqdim eləyir. Əmi, bir də sən də bir valideyn olaraq, bir necə deyirlər, bir ağsaqqal olaraq, böyük olaraq, sən də bir öz fikirləri inşallah bu kuşbazlara nə deyə bilərsən? Yəni, gəl əyləşəmi. Hoş gelmişsiniz. Allah sizlere ömür versin. Allah köməyiniz olsun. Yarış təşkilləmişsiniz. Allah hamımarlarla bərəkət versin. İnşallah. Allah hamı işlavan versin. Yarışda. Amin inşallah. Hamıya arzu edirəm. İnşallah. Əmi, buna necə belə deyək də, yəni ki, neçə vaxtdır törəmələrdir, necə deyirlər, neçə bu heyvanın törəmələrdir, bunların, yəni, necə deyirlər. Burada qaralar, nağlar, əsas mən götürmüşlər, yollar çoxlanmışlar. Özüm gözüm asandan hələ qoyarsa saxlamış. Yəni gözüm asandan yəni 5-6 yaşından qardaşım saxlayıb böyüklərimiz. Allah versin, can sağ olun. Həvəskar olmuş o. Onun həvəskarı bizim olduğumuz. Ağlarla qaralar çoxdan gəlsinlər. 10-15 yıllar kötüylər. Yeni törəmələrdir qalır. İnşallah. Əmi, uğurlar arzulayıram inşallah. Allah can sağlığı versin, siz gözəl əmsin. Allah Sizlərə də kömək olsun. ömrünüzə bərəkət versin. Yaratmışsınız belə. Əziyyət çəkmişsiniz, əziyyət. Allah köməyinizdən varmasın. Kuşları, yerli kuşları, bizim Azərbaycan kuşları gəlir. İnşallah bir kuşlarına tanıtdırırsınız da yəni belə. Əlbəttə ki, üstündə elə onun üçün də çalışırıq, vuruşuruq ki, yəni bu yerli kuşlarımızı yəni tanıdaq, gücün görsələr. Allah bərəkət versin, başarılı olsun. Çox sağ olun. Gələn Hamısı, əvvəl Allah köməyiniz olsun. Xoş Allah əziyyətini etməsin sizlər. Əmin heyvanlarından gələr. Hamıya uğurlar inşallah. Ağsaqqal, bu göyərçinlərin kökləri hardan gəlir? Kökləri laf gözən elə özümüzdə olur belə. Ağlar, qaralar. Məndən böyük qardaşım da saxlaya alıb olar. Ola elə başlayıb. Bax, ondan böyüklərimiz də saxlayıb. Ondan kesib böyük qardaşı, ikinci qardaşdan da belə. Və köklərdən də. Öz yerli kuşlarımızdır. Bu işin ən çətin tərəfi nədir? Valla bunlara çətin deyəndə. Hava şəraitidirmi, yırtıcı quşlardır, şahindir, qırğıdır. Ən çətin tərəfi nədir sizlər üçün? Ən çətin odur ki, çıldır qırğı götür aparır. Bir də çətin oldu bizim üçün. Aparanda pis olur. Çıldırırsan, yetişdirirsən. Bizdə ən yaxşı kuş aparır axı. Harada yaxşı kuşu var, düşəndə biz götür aparır. Eyvallah heç əziyyət yoxdur. Əziyyət yoxdur ki, həvəskarı. Şəhər gəliyor bunların yanına, akşam gəliyor bunların yanına. Bu yarışda rəqiblərinizə, bu işə yeni başlayanlara və gənclərə məsləhətiniz nə olar Ağsaqqal? Hamısına uğurlar arzu ediyorum. Allah işlaman versin. Yaxşı kuşlar arzu ediyorum. Maraqlı bir sualım var. Siz bugün qalib gəlmək üçün ən vacib amil nədir sizin üçün? Aran çempionatında. Nəyi nəzərdən keçirmişsiniz ki, siz qalib olmalısınız? Gərək o yarış göstərəcək. İnşallah. O yenə deyirəm hamıya uğurlar. Deyənməli bu gəlsin. Sonda yarış iştirakçılarına suallarınız, belə desəm, fikirləriniz, ürək sözləriniz klub rəhbərliyinə, yarış iştirakçılarına nə kimi ürək sözlərinizi deyə bilərsiniz?
Çox sağ olun, var olun. Minnətdaram. Təşəkkür edirəm hər birinizə. Çünki dəvət eləmisiniz bizi, Fərhad qardaşı, Aran klubun rəhbərliyini bu çəkiliş üçün, bura gələnlər üçün hər birinizə çox təşəkkür edirəm. Var olasınız. Minnətdaram. Allah süfrənizi bol eləsin. Daim qapınız açıq olsun. Şadlıqlara gələr bu qapıya hər zaman. Təşəkkür edirəm hər birinizə.